demək, nisbi rütubətliyi 70% olan 1 kub metr havanın temperaturu 30 dərəcə Selsidən 20 dərəcə Selsiyə qədər düşərsə, havadan neçə qram su buxarı ayrılar? Yəni kondensasiya uğrayar. Demək ki, ilk növbədə baxırıq ki, nisbi rütubəti 70% olan 30 dərəcə Selsiya. 30 dərəcədə havanın doyma qramı 30 qramdır və bunu bildiyimizdən tapaq görək 30 qram doyma ətlidirsə, 70%-i bunun nə qədər etmiş olur? Demək ki, biz burada 30-un 70%-ni hesablamalı olacaq. 30-un 70%-ni hesablamalı olsaq, yəni biz 30-u vurub demək 70-ə bölməliyik 100-ə və burada bizim cavabımız çıxacaq 21 qram. Və gördüyümüz kimi havanın temperaturu 20 dərəcə Selsiyə düşdükdə isə onun doyma həddi 17 qrama qədər azalır və biz 21 qramdan bu 17 qramı da çıxsaq 4 qram su demək havadan ayrılmalı olacaq. Demək ki, bizim burada doğru bəndimiz 4 qram olacaqdır.